Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün biz Fatih ilə bərabər iş dəftərindən səhv 12-ni izah edəcəyik. Təbii ki, 5-ci sinif riyaziyyat aiddir. 10-cu tapşırıqdan başlayırıq. Deməli, Fatih, burada biz əvvəlcə təxmin edəcəyik, sonra da kalkulatorla hesablayacağıq, sonra da müqayisə edəcəyik. Gəlin indi birinci A variantında təxmini nəzərə alaq. Hansı rəqəmimiz verilib? 45.000. Mən 45.528 üstə 43.000. Ay sağ ol. Səncə bu təxminən nə qədər eləyər? Mən 45.000, yox 46.000 üstə 43.000. Bu deyir Sağ ol. 89.000. 46 mindən toplayırıq 43 mini. Sən demiş Bəli. bu eləyə bilər 89 min. Bu təxminidir. Bəs yaxşı Mən bunun dəqiqi dəqiq də mən 88.520. dəqiqini də hesablayaq. Bəli. 8, 2, 5, 8, 8. 88.528. Bu da bunun dəqiqi oldu. İndi Bəli. keçək digərinə. Mən ciddi gəlindəysə mən çıxmadı. Mən Hı. 98.400 çıxsın 23.385. Bu da olacaq Təxmini olaraq 98.000. 98.000 çıxılsın 23.000. Təxmini olaraq 98 mindən çıxaq 23 minim. Bu bizə verəcək neçə? 5, 75, yox, hə bəli 75 min. 75 min. İndi gəl dəqiq də çıxaq bunu. Dəqiq də çıxanda Yoxlayaq. 98.400-dən çıxırıq 23.385-i. 75 min 5, 15. 1, bəli 75.015. Bu da bunun dəqiq cavabı. İndi müqayisə eləməliyik. Müqayisə. Ki cavabımız deməli buydu. Dəqiq Hə, cavabımız 88.528 ilə müqayisə edirik 75.015-i. Təbii ki, bu bundan nədir? Böyükdür. Gəldik B variantına. Yenə təxmin edəcəyik. 567.983-dən çıxırıq 325.567-ni. bəli. Təxminən bu bizdə nə qədər eləyəcək? Deməli, Mən təxminən yəni ki, mənə burada 568 min çıxılsın 325 min. olar. Hətta biraz da qabağa getsək, 57 yazıb, məsəl üçün, sonrasını artırmaq olar da 570 min də yaza bilərik. Və Düzdürmü? mən Çıxırıq. bəli. O birisi də 326 min olsun. Və yaxud da ki 330 min olsun. İndi çıxaq. Eləyəcək 240 min. Bəli. 240 min. Bu bunun təxmini idi. İndi gəl bunu dəqiq hesablayaq. Mən dəqiqi də eləyəcək. Deməli, 567.983-dən Fatih biz çıxmalıyıq. 325.567-ni. Eləyir Deməli, 13-dən 7 240 çıxdı 6. min. Necə? Mən hesablayıram. Mən Hı. eləyəcək 2, Gördünüz, 4, tapdıqmı? Deməli, bəli. 567.983-dən çıxdıq biz 325.567-ni. Cavab elədi 242.000. Burada yanlışlıq eləmişik. 416. 242.416. Bəli. Düzdürmü Fatih? Bu da bunun dəqiq cavabı oldu. İndi keçirik digərinin toplanmasına. 167.843 üzərinə gəlinsin 86.237. Gəl bunu təxmin edək. Bəli, 170 min üstə 100, yox 170 min üstə 90 min. Hı -hı.
90 170 min min. deyə ola bilər. Doğrudur. 260 min. Aha, toplasaq 3 dənə 0 buradan. 4 dənə buradan. 9'un üstünə 7 sən demiş. 26, 260 min doğrudur. Təxmin. Diqqət dəqiqini hesablayaq. Dəqiqi. 167 min 843 ilə Ha, toplamalıyıq. nə 43 ilə 37 toplayanda 80 eləyir. Sonra 2 ilə 8 toplayanda 0 yazırıq bir həddə. Sonra mən burada 3 olur, 4. Və üstünə çünki 1 gəlirik. Sonra mən 6 ilə də Deməli, onda 254 min 80 eləyirdi. 254.080 düz dediniz. Bu da getdi. Şimdi müqayisə edək. Deməli, çıxmamızın cavabı bizdə eləmişdi 242.416. Düzdürmü? Toplamamız da elədi 254.080. Və hansı böyükdür, hansı kiçikdir? Təbii ki, bu bundan kiçikdir. Düzdür? Bəli. Aha, bu da getdi. Keçək digər tapşırığımıza. 11. Aynur Buradan və yer Elxan açın bir dənə. dəvət Patates zəhmət olmasa gözdə bir dənə yer açmaq olur. 11'də məsələmiz var. Sən birinci oxuyum mədə görüm. məsələn. Rəqəmləri müxtəlif ən kiçik 8 rəqəmli, bir də 7 rəqəmli ədədlər. Çünki onlar toplayıblar aynı Elxan. Mən 1, 0, 1, 0, 2, Aysa. 3, 4, Həmişə 5. birdən başlayırıq da, düzdürmü? Sonra sıfırla başlayan rəqəm olmadığı üçün birdən başlayırıq. Sən demiş. Sonrakılar da nə olur? Ardıcıl olaraq düzülür. Deməli, onda ən kiçik 8 rəqəmini yazıram birinci. Ən 1, kiçik 8 rəqəmli. Ən kiçik 8 rəqəmli hansı oldu? 1, mən 1, 0, 2, 0, 2, 3, 4, 4, 7. 5, deməli 3 rəqəmli, 6 rəqəmli, 7 rəqəmli, bir də oldu 8 rəqəmli. Düzdürmü Fatih? Bəli. İndi bəs ən kiçik 7 rəqəmlini də yazaq. Mən ən kiçik 7 rəqəmli üçün mən Amma 1, 0, rəqəmlər müxtəlif 2, olmalıdır da bilirsən. 6-ya qədər. Aysa 1, 2, 3, 4, 5, 6. Burada dayanırıq sən demiş. Şimdi bunların biz toplamalıyıq. Amma təxmini olaraq kimin düzgün cavab verdiyini düşünürsən sən? Mən Məsələn, 100% Aynurun deyirəm ki, cavabı Elxandır. 11 Ay, milyon Elxan. Elxan deyirsən. Yaxşı, indi bu Deyim mən niyə? Hı. Mən deyim ya 100%, çünki mənə Aynur Aynurun cavabı mənə 11 milyondur. Hı -hı. Həmən Aynur deyirəm. Çünki mən Elxanın dediyində mənə bu 7 rəqəmlidir. Amma burada isə mən 8 rəqəmliyi toplayırıq. Yəni burada 10 milyon var da. Amma onunki mənə milyonluqlardır. Onda 10 milyon yoxdur deyə Sağ. 100% Yəni Elxanın Aynur. dediyin rəqəm daha kiçikdir. İzahında yazacağıq onu heç. Amma Aynurun rəqəmi daha böyükdür. Çünki bizim hal-hazırda burada onsuz da 8 rəqəmimiz var da sən demiş. Amma Elxanın cavabı bax 7 rəqəmlidir. Biz axı 8 rəqəmli Və ilə toplayırıq. mən amma çıxmaq olsa, yəni bir nüqtəndə mənim ola bilərdi də, yəni. Hmm. Gəlin indi toplayaq ağılla. 6, 5, 4, 3, 2, 0, 1. İndi bunu toplayıb dəqiq cavabını alaq da. Dəqiq cavab elə düzdür də. Eləyir 11 milyon 258 min 23. Mən topladım burada. Əla. İzah etdə mən toplayırıq. Yox, sadəcə yazırıq da. Ha, mən yazdım. Doğrudur. 11 milyon 258 min 23 aldıq.
İndi cavaba yazdıq. Demək kim doğru dedi bizdə? Aynur. Aynen. Bəli. Qarşısından quş qoyaq. İzah etə nə yazırıq? Zahide de yazırıq kim hemen? Çünki Elxan Elxanın cavabı 7 rəqəmlidir. Bizdə isə ədəd nə qədərdir? 8. 8 rəqəmli. Üstə gəlisi neçə idi? 7 rəqəmli. Evet. Ona görə də böyük olur. Aynı oldu. Aydındır. Keçək indi 12-13 bu səhifədən. Buyur. Evet. 12-də 12. təmiz oxuma, əsas rəqəmləri oxuyaq, vaxt getməsin. Deməli, Azərbaycanda nə qədərdir? Kanadada nə qədərdir? Sən əsas onların yardımlarını oxu. Azerbaycan 10 milyon dollar. Hı Kanada hı. 17 milyon dollar. 200. Yok 17 milyon dollar. Dollar demə. 22. 17 milyon 22 min 507 sonra dollar de. Ha. Ha, başa düştüm. Sonra Çin 25 milyon 100 bin dollar. Sonra Japonya ise 55 milyon 249 bin 753 dollar yardım etmiştir. Bu dört ölkənin birlikdə yardımı nə qədər? Hamısı toplayacaq alt-alta. Aysa. Bütün hamısını toplanmalıyıq. Asan da olsun deyə birinci 10 milyonla, yəni ki, Azərbaycanla Çini toplayırıq. Deməli Bu eləyir 10 35 milyonu qoyub dənə yazaq bura. 10 10 milyon milyon sən demiş Azərbaycan idi. və Sonra gəlirik Çinə. Ha, Çin toplayırıq da, düzdürmü? Çin rahatdır. və və 25 milyon 100 mindir da. Deməli burada 100 min, deməli 3 dənə 0 bura, 0 0 1, burada 25. Burada yazaq Çin. 35 min 100 min. Ay 35 milyon 100 min. Aysa topladıq bunu. Əvvəlcə bunu toplayırıq. 1 5 düzdür. 35 milyon 100 min. İndi keçək üzərinə əlavə də gələk. Bu səfər gələk Yaponiyanı, bir də Kanadanı. Yaponiyada bizdə deməli 55 milyon 249 min 753 idi. Kanada isə 17 milyon 22 min 507 idi. İndi gəl bunları toplayaq. Və Sən toplamışdın ümumiyyətlə bunun cavabını. Bunun cavabı səhv etmirəmsə 107 milyon 372 min 260 dollar olmalı. Gəl dəqiqləşdirək. və Deməli, əvvəlcə mən 55 milyon 249 min 753 ilə toplayıram. 17 milyon 22 min 507-ni. Bu elədi 72 milyon 272 min 260. Bunu da üzərinə gələcəm. 35 milyon 100 min. Bu da elədi bizdə həqiqətən də 107 milyon 372 min 260 dollar Fatih. 107 milyon 372 min 260 dollar. Bu da getdi. Aynı oldu. və Gəldik sonuncu bu səhifədə sonuncu tapşırığa. Sonra yekunlaşdıraq. dünya və burada da deyir ki, okeanlar, su səthinin sahəsi, Sakit okeanının sahəsi 178 milyon 680, Atlantik okeanın sahəsi 91 Round milyon okeanların 660. sahələri verilib də bizə, düzdürmü Fatih? Və bunlar elə bir deyir ki, bunların hamısını toplaya buradakı deyir ki, təxmin etməklə. İndi hamısını təxmin etməyə toplayacaq. Milyonluqlara qədər yuvarlaşdırıb, sonra toplayacaq. Sonra alt-alta yazıb toplayacaq. Sonra da kalkulyatordan istifadə etməklə Aysa. toplayacaq. Gəl əvvəlcə təxminimizi edək.
Təxminimizə görə bu 4 okeanın ümumi sahəsi, yəni dünya okeanının ümumi sahəsi Mən 200 min, 200 min üstə onda ki hesablayaq. Bəli, 200 milyon, düzdürmü? 200 milyon demək istədim. Yəni ki, və 200 milyon 200 bunu milyon sakitə üstə 100 götürək. milyon və Sonra 90 milyon bunu götürək. əvvəl 90 milyon, sonra 80 milyon 90 milyon da şey götürdük, Atlantikə götürdük. və sonra Hindi 80 milyon götürək, Hind. 80 milyon, bəli. Bu da 15 milyon. Aysa, Şimal buzluğunu da götürək. 10 10 milyon milyon. götürək. Ha, gəl 10 milyon götürək. Daha hamısı elə çevirmişik, düz olsun. İndi biz bunları toplayaq, təxmini olaraq görək nə qədər eləyir. Deməli, 200 milyon 90. 290 100 milyon. milyon üzərinə məsəl üçün biz 90 milyonu gəlsək, normalda o sən demiş 290 milyon eləyəcək. Üzərinə Onun üstünə 10 əlavə də milyon. 80 milyonu gəlsək, Mən elə 300 niyə səsləyəsiniz ki, mən elə 200 milyonun üstünə 90 milyon gəlir. Sonra da mən Şimal buzlu 10 milyonu gəlində. mən fikirləşirəm ki, bu Eləyəcək 380 milyon eləyəcək 380 təxminən. və 380 milyon bu təxminimizdir. Keçək indi biz bunun şeyinə. milyonluqlara qədər yuvarlaşdırmalı. Ha, milyonluqlara qədər yuvarlaşdıraq, bəli. Mən burada Məsələn, bu olacaq deməli, onluq, 179 yüzlük, milyon. minlik, 10 minlik, yüzlük, milyon. Milyona qədər yuvarlaşdırsaq, Sakit Okeanımız 179 milyon olur, düzdürmü? Hə, 179 milyon bu oldu. Sonra Atlantik'i yuvarlaşdıraq. 92 milyon oldu. Düzdür Fatih? demə Hindi düzdür. yuvarlaşdırsaq, Allah, 76 milyon olacaq. Şimal buzluğunu o milyonlara qədər yuvarlaşsaq 15 milyon olacaq. Bəli. Digər toplayaq. Bu da bizim milyonluqlara qədərimiz idi. Deməli, Bəli. 179 milyonla ilk öncə toplayıram 92 milyonu. Bu eləyir 271 milyon. Üstünə də gəlirəm əlavə 76 milyonu. Eləyir 347 milyon. Üstünə də gəlirəm əlavə 15 milyonu. 162 milyon eləyir. Düzdür Fatih? Bəli. Bura çünki 9-un üstündəki gəldi 11, 17. Bu 2 eləyir. 9, 10, 15. 11 də yadda olduğu üçün 16. Daha doğrusu 10, 9, 10, 17, 10, 24. Ha 2 yadda. Bu da oldu 3. 362 milyon. Bu da getdi. İndi keçək bunun hansı variantına? C variantı. 6-6. Birinci alt-alta yazmaqla demək istəyir ki, həmin şeyi alt-alta yazırıq, toplayırıq. Gəl alt-alta yazaq. Ən böyüyümüz 178 milyon 680 mindir. Sonra üzərinə gəlirik. Deməli, burada 0'dır, burada 6'dır, burada da 6'dır, burada 1'dir, 9 budur, bura gəldi, düşdü. Sonra keçdik digərinə. 3 dənə 0 buradan, 4-cü buradan, 7 buradan, 1 buradan, 6, 7 bu da bura düşdü. Sonra yenə 3 dənə 0, 7, 5, 1, 4. Gəl dəqiq hesablayaq. Cavabı deyim mənə. Aha. Cavab mənim fikrimcə eləyəcək 361 milyon 260 milyon. Düzdür mü? Yoxlayaq. 8-in üstünə 6 gələk. 14. 14-ün üstünə 7 gələk. Elədi 21. 21-in üstünə 5 gəldi. Elədi 26. Düzdürmü? Evet. 2 yadda. Sonra keçdik digərinə. 12, 13, 13-ün üstünə 7, 20, 22. 2 yadda yenə. 14, 18, 19,
20, 21, bir yazıram yenə 2 yadda. Bəli, Düzdür? 10, bəli. 17, 24, 26, 2 yadda. Belə almışdın sən də Fatih. Bəli. Əslində növbəti sual kalkulyatorla hesablamaqdır. Onsuz da alt-alta hesablamamız ilə kalkulyatorla hesablamamıza bərabər olmalı. Dəqiq olacaq. Amma kalkulyatorla da gəl dəqiq yoxlayarıq. Ola bilər nəsə yanlışdır yəni. Hı, bəli. Mən 100 sadəcə bizim yazdığımız cavab olar. Gəl dəqiq yoxlayarıq oğlum. Mən kalkulyatorla da yoxlayanda eyni şey olur. D variantını kalkulyatorla yazalım. Deməli 178 milyon 680 min Milyon. 680 min də. 178 milyon 680 min üzərinə gəlsin 91 milyon 660 min. Biz deyirik 270 milyon 340 min. Sonra üzərinə gəlirik əlavə 76 milyon 170 min. Bu da elədi 346 milyon 510 min. Üzərinə də əlavə gəlirəm 14 milyon 750 minim. Bu da həqiqətən də 361 milyon 260 min elədi. Все. Kalkulyatorla da cavabımız 361 milyon 260 min elədi. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun. Sağ ol.